Salam, axşamınız xeyir. Xoş gördük, hörmətli müəllimlər. Ümidvaram ki, yaxşısınız. Deməli, belə. Şəxsiyyətlə bağlı sınağı mən sizə aktivləşdirmişəmmi? Yəni, yadımdan çıxmamış soruşum. Qrupa yazmamışam. Şəxsiyyətin formalaşdırılması və inkişafı. Elə sınaq işləyən olub. Deyəsən bir dənə bu qrupu aktivləşdirməmişəm. Yəni, yoxlayım dərhal. Yox. Öyrənmə, dvek, öyrənmə tərzləri, bullyinqi yerləşdirmişəm. Şəxsiyyət mövzusunun altına baxaq. Ora da yerləşdirməmişəm. Hə, şəxsiyyətin formalaşdırılması və inkişafı yumrulan bir yerdə. Ə, Dərs bitəndə mənə mesaj olaraq yazarsınız ki, o sınağı yerləşdirim şəxsiyyəti. Biraz çətin alınıb, amma yazmaq olur da sınaqdır. Onu da yerləşdirim. Bir də Howard Gardner'i də yerləşdirəcəm situasiya sınağını təkrar edək. Bu gün taksonomiyaya baxmaq qərarı aldım. Qərar aldım ki, bu oktyabrdan qərarı almışdıq. Dedim qoyub təkrar baxaq. Deməli belə. İdrak taksonomiyası ümumiləşdirici baxacağıq. İndi təbii ki, yenə mərhələ-mərhələ, addım-addım gedəcəyik getməyinə, amma o normal dərsdə getdiyimiz kimi deyil də, biz indi daha belə dərindən baxacağıq. Dinamik feillərə bir qədər nəzər salacağıq. Dinamik feillərlə bağlı istəyirəm siz situasiya yaradasınız. Hansının uyğun gəldiyinə qərar verək. Deməli belə, ilk olaraq başlayaq xatırlamaqdan. Xatırlamaqla bağlı kiminsə sualı var, ümumiyyətlə, beynində nəsə qaranlıq qalan məqam varmı ki, belə bir sual. Yəni, hamı öz fənnindən xatırlamaq məhəssinə aid sualı tapa bilirmi? Problem yoxdur ki, xatırlamaqda. Yəni, fənnimizə aid təməl suallar, faktoloji, cavabı kitabımızda olan, fənnimizin əzbər biliyi olan, fənnin fərqi yoxdur. Bütün fənlər üçün keçərlidir. Suallar, tapşırıqlar hamısı xatırlamaq mərhələsinə aiddir. Yəni, burada şagirdin tək bacarmalı olduğu bu cür tapşırıqlarda yanaşma budur ki, uşaq informasiyanı xatırlasın, yadına salsın. Faktoloji bilik, yaddaş əsaslıdır. Hə, misal üçün, səbəblər dövləti nə vaxt yaranıb? Hər fənnin mütləqdir ki, bu cür istər terminoloji bilikləri var, terminoloji biliklərin özü də əzbər bilmək tələb olunur da, terminləri əzbər bilməsən alınmır. Yəni, faktoloji biliyin növüdür də terminoloji bilik. Bunlar hamısı xatırlamaqdır. Yəni, müəyyən bir məlumatı və yaxud da obyekti uşaq tanıyıb müəyyənləşdirə bilməsi lazımdır. Xatırlama məhəssəsində. Dinamik feillərində misal üçün seçmək var, müəyyənləşdirmək var. Seçmək, müəyyənləşdirmək, bunlar ibtidai siniflərdə daha şey olur, belə. İbtidai siniflərdə 20 dənə şəkil verir. Deyir ki, verilənlər arasından nə bilim, quşları seç, tərəvəzləri müəyyənləşdir, nə bilim, memarlıq abidələrini verir, deyir içindən qalaları müəyyənləşdir. İbtidai siniflərdə bu tanımı ilə bağlıdır da, ilk mərhələ üzərində iş aparılır. Uşağın xatırlaması lazımdır onlara. Ümumiyyətlə, belə deyək də, situasiya əsasında suallarda əsas məsələ demişdik ki, situasiya tapşırıq formasında düşür də bizə. Müəllimin şagirdə verdiyi tapşırığı da ki, idraki fəaliyyəti müəyyən etməliyik ki, taksonomiyaya tapaq. Yəni, biz bu cür yanaşmalıyıq suala. Sual şagirdi nə etməyə məcbur edir? Şagirdə bir tapşırıq verir müəllim situasiyada. Biz özümüzə ilk verəcəyimiz sual budur.
Sual, qarşımızdakı müəllimin şagirdə ünvanladığı sual, tapşırıq şagirdi nə etməyə məcbur edir? Nə etməyə məcbur edirsə cavabımız odur. Qısa konkret. Xatırlamaq mərhələsində sadəcə xatırlamaq tələb olunur. Yəni yaddaş sonrasında yadda saxlanılan biliyi gətirmək tələb olunur. Feilləri də bu yöndədir. Xatırlamaq, sonra nə bilim sadalamaq, nəyisə təkrarlamaq. Sənə dediyim qaydanı təkrarla. Yadında qalıbsa bunu qaytara biləcək də, düzdürmü? Sonra başqa nə var burada? Yada salma, tanımağı ibtidaidə, adlandır, tap. Bunlar hamısı xatırlamağa aid müxtəlif nümunələrdir. Sonra tarif ver. Bu da həmçinin. Yada salmaq, təkrarlamaq. Buradan başqa nə deyəcəkdim mən? Anlamaq. Müəyyənləşdirməyə görə qeyd eləmirəm. Müəyyənləşdirməyin əvvəlindəki sözə görə situasiyanın xarakteri dəyişə bilir. Özü üçün hədəf müəyyənləşdir, hədəfə gedən bir plan müəyyənləşdir. Burada artıq plandır, özün üçün hədəfdir, bunlar yaradıcıdır. Uyğunluğu müəyyənləşdir, bu oldu anlamaq. Müəllifin mövqeyini müəyyənləşdir, oldu təhlil. Yəni, buna görə sırf müəyyənləşdirib, mən görəndə gedim xatırlamaq götürüm, doğru yanaşma olmur. Yada salmaq sözünün özü də həmçinin xatırlamaq mərhələsinə aiddir. Növbəti anlamaq. Anlamaq mərhələsi təbii ki, daha biraz mürəkkəbdir. Burada artıq şagirddən adı üstündə anlamağını nümayiş etdirmək tələb olunur. Misal üçün, uşaq oxuduğu, öyrəndiyi, əzbərlədiyi və yaxud da məlumatı interpretasiya eləyə bilməsi lazımdır. İnterpretasiya eləmək öz sözləri ilə deməkdir. Feilin özü də elə belə gedir. İnterpretasiya etmək. Ümumi konseptdən xüsusi nümunə gətirmək. Biz buna nə deyirik? Dedüksiya. Bəli, deduktiv məntiqdir bu. Deduktiv məntiq və yaxud da deduksiya deyirik. Ümumi bir konsept verirsən, uşaq ona aid nümunə gətirir. Bir növ elə ki, uşağa xanlıqlar nədir öyrədirsən, uşaq xanlıqlara nümunə gətirir. Xanlıqların iki hissəyə parçalandığını deyirsən, Araz çayına görə. Şimal və cənub. Deyir ki, hə, müəllim, başa düşdüm. Deyirsən ki, indi başa düşdün. Mənə 3 dənə şimal xanlığıdır. Uşaq xəritəni düşünür. Müəllim dedi, axı, xanlıqlar Araza görə bölünür. Arazdan şimaldakilər şimal, cənubdakilər cənubdur. Şəki demək Arazdan şimalda. Quba, Şəki, Qarabağ, deyir mənim bunlar şimal. Fikirləşirsiniz, siz demirsiniz, hansı şimal, hansı cənubdur. Siz anlayışı öyrədirsiniz. Ümumi konseptdir ki, xanlıqların hamısını toplamı 2 qrupa böldü. Şimala, cənuba. Niyə görə? Araza görə. Uşaq artıq özü onu dərk eləməlidir ki, deməli Arazdan şimaldakilərin hamısı şimaldır. Cənubdakilərin hamısı cənubdur. Bu şeyə özü gəlməlidir. Yəni, anlamaq yeri o jetonu orada özünün düşməlidir. Deduktiv. Baxın, nümunə gətirmək. Şimal-cənub anlayışını izah elədiniz xanlıqlarda. Uşaq ona nümunə gətirir. İsmi keçdiniz, deyirsiniz ki, 6 halı var. Deyirsən ki, indi hər hala uyğun mənə nümunədir. Uşaq başlayır. Kitab, bu adlı haldır. Kitabda, bu yerlik haldır. Kitabdan, bu çıxışlıq haldır. Nümunə gətirmək. Yəni, bir şeyi insan başa düşmədən o ümumi konsepti təsdiqləyən xüsusi nümunədir. Deduksiya eləyə bilməz. Deduktiv məntiqlə yanaşa bilmir. Və yaxud da tərsi də var. Nümunələri konsept altında birləşdirir. Bu nədir? İnduksiya. Bəli. İnduksiyanın burada sözü nə olar? O da olar ümumiləşdirmək. Adı üstündə də faktlar verilib, uşaqdan tələb edir müəllim situasiyada ki,
Bunları ümumiləşdir. Bir qrup altına topla. Bir yaxud da bir neçə qrup. Məsəl üçün 19-cu əsrdə çoxlu islahatlar keçirik. Ta ki 30-cu illərdən gedirik, 90-cı illərə qədər islahatlar var. Hamısını öyrənib uşağa desən ki, indi bunları növlərinə görə, xarakterinə görə, quruluş xüsusiyyətlərinə görə, əhatə etdiyi məsələlərə görə qruplaşdır. Uşaq toplayır. Ərazi quruluşu olanlar inzibati islahatları bir cədvəldən bir qrupun altından yazır. Topladı da bir ara, ümumiləşdirdi. İnzibatiləri bir, məhkəmə islahatı olanları başqa bir cədvəldən yazırdı. Hə, 66 məhkəmə islahatıdır. 40 aprel inzibati məhkəmədir. Məhkəmə sözünə görə 40 aprel getdi ora. Sonra şəhər islahatı inzibati islahatdır. Və yaxud da xarakterinə görə. Burjua xarakterli olanları yığır bir yerə, feodal xarakterli olanları bir yerə. Aydındır? Anlamadığın məsələni belə bölüşdürə bilərsənmi? Yox, təbii ki. Qruplaşdırır, ümumiləşdirir də. Həmin paraqraflarda təkcə 40-cı illərin islahatları özü bir bölmədir də. 19-cu əsrdə nə qədər islahat var? Uşaq başlayır onları beynində bir qruplara toplamağa. Və yaxud da sahibkar kəndlərinə aid olanları bir yerə yığır, dövlət kəndlərinə aid olanları başqa bir qrupa yığır. Və bu kəndlərə görə, aid olan kəndlərə görə bölüşdürülür. Baxın, neynədir? Elə altındakı söz də ora gəlir. Ümumiləşdirmək, təsnif eləmək. Təsnif eləmək Azərbaycan dilində bunun o qruplaşdırmağın sinonimidir də bizdə. Növlərinə görə təsnif eləmək, yəni təsnifata ayırmaq, bölmək sözündən gəlir. Bu da onun tayid elə. Müqayisə eləməyi işarə eləmirəm. Görürsünüz, ayırdım. Çünki müqayisənin də bir yaxud ki müəyyənləşdir kimi əvvəlindəki xüsusiyyətə görə mərhələ dəyişə bilər. Ona görə onu sırf həmişə anlamaq götürə bilmərəm. Əsaslandırmağı da ayırıram. Bunun da sözlərinə görə mərhələ dəyişə bilər. Müəyyənləşdirməyə görürsünüz, burada da var. Xatırlamaqda da gəldi, anlamaqda da. Demək, bunu belə əzbərləyə bilmərəm. Əvvəlinə baxmalıyam. Oxuduğun, dinlədiyini ümumiləşdirir, bunu dedik. Sonra məlumatları qruplaşdırır, təsnif edir. Görürsünüz, dalbadal veriblər. Çünki sinonimdir. Qruplaşdırmaq, təsnif eləmək. Verilənlərdən nəticə çıxarmaq, obyekt hadisələri müqayisə eləmək, sadə, əzbər bilikləri müqayisə eləmək bu anlamağı göstərir. İki dövləti Venn diaqramında müqayisə edirlər. İkisinin də xüsusiyyətlərini bilirəm, sağlam Venn diaqramına müqayisə edirəm. Sadədir. Öyrəndiyini öz sözləri ilə izah eləmək, öz sözlərini izah eləmək, interpretasiya eləmək deyil. Öz sözləri ilə demək. Burada da var. Qruplaşdırmağı dedik. Qruplaşdırmaq elə təsnif eləməkdir. İzah etmək həmçinin. Təsvir etmək. Təsvir etmək. Burada sözlü təsvirdən gedir. Neysə izah mənasında təsvir eləmək. İzah etmək mənasında təsvir etməkdir. Bu şəkil kimi təsvir eləmək artıq anlamaq deyil bu. Şəkildə iş icra var. Çünki o bura getməyəcək. Aydındır. Burada söhbət neyinsə. Misal üçün də belə suallar olur və cədvəl sualları da olur. Analiz sahibinin hissələrində də var. Termindir. 3 dənə termin verib, qarşısında da 3 dənə terminin təsvirini verib. Deyir, terminləri təsvirlərinə görə uyğunlaşdır. Təsvir, yəni həmin terminin bizə ihtiva elədiyi mənanı, izahını yazıb, yoxsa təsvir yazıb da terminin təsviri deyirlər. Sözlü təsvirdən gedir söhbət. Tətbiq. Tapşırığın icrası üçün prosedurları yerinə yetirə bilməkdir. Prosedural biliklə əlaqəlidir. Yəni, öyrəndiyi aparıb həyati situasiyada həyata keçirə bilməkdir. Sual çıxmışdı ya qarşımıza. Tənəffüs modeli. O həyati situasiya deyil.
sinifdə, dərsdədir. Həyati situasiyada sən öyrəndiyin biliyi aparıb tətbiq etməlisən. Tətbiq budur. Yaxud da başqa bir nümunə demişdik də, deyir ki, dərs oxuduğun otağın sahəsini hesabla, gəl sabahki dərsə. Gəlir dərs oxuduğu uşaq fikir ki, mən bu nətər hesablayım. Burada artıq öyrəndiklərini bu dərs otağı situasiyasında uşağın tətbiq eləməsi lazımdır. Artıq uşaq fikirləşməli ki, otağımın quruluşu hansı fiqurdur, həmin fiquru müəyyən eləməlidir, həmin fiqurun sahəsi necə tapırdıq biz, onu müəyyən eləməlidir. Sonra həmin fiqura uyğun olaraq lazımlı ölçüləri almalıdır, həmin ölçüləri düsturda yerinə qoymalıdır. Bax, tətbiq budur. Həyati situasiyada icra eləməkdir. Öyrəndiyindən istifadə eləməkdir tətbiq. Yoxsa ki, mən dərsdə öyrəndiyim, dalıyçın misal həll edirəm. Bu, öyrəndiyimi tətbiq elədiyim mənasına gəlmir. Çünki o aydın məsələdir. Müəllim mənə taksonomiya mövzusunu keçirir. Ardıcın taksonomiyadan 20 dənə sual verib. Sizin beyniniz orada bəyəm Vygotsky fikirləşir, bəyəm Howard Gardner fikirləşir? Yox. Beyin də artıq fokuslanır ki, bu verilən 10 sualın cavabı bu taksonomiyadır. Başlayır ancaq oradan məlumat axtarmağa. İndi gəlin nümunələr deyək. Hamı bir öz fənninə aid, xatırlamaq məhəlləsinə aid bir tapşırıq nümunəsi desin. Bir dənə tapşırıq. Uşağa elə bilin ki, xatırlamağa aid tapşırıq verirsiniz. Xatırlamağa aid sual verirsiniz. Yaza da bilərsiniz çata, fərqi yoxdur. Deyə də bilərsiniz, yaza da bilərsiniz. Xüsusiyyətləri göstərirəm də. İstəyirsiniz yazın, istəyirsiniz deyin. Bir tapşırıq. Oko F3. Sevinç müəllimə, sizsiz? Bəli. Hə, təxminlədim. Hə. Sizin yazdığınız tapşırıq deyil. Sizin yazdığınız biliyin növü oldu. Yoxsa Sevinç müəllimə desən Aytən müəllimədir? Yox, mən elə bildim mənə müraciət edirsiniz. Hə, Mən hə. isim yazmamışam. Ülvi müəllim, üzrü sayın, hə, bildim. Atabəylər dövləti nə vaxt yaranmışdı? Sadəcə beynimdə düşündüyümü 136 Hə, yazdım. hə. Birinci fikirdə mən yazmışdım. İndi nəsə mənim oku yazılıb mənim adımın yerinə olaraq. Hə, hə. Gördüm. Hə. Yəni Təxmin bilirəm, o edirəm. bilirəm ki, hə, Atabəylər dövləti nə Hə. vaxt yaranmışdı və yaxud da Nadir Şah öz Əfşarlar imperiyasını nə zaman yaratmışdı? Əfşarların Hə, paytaxtı bəli. olmuşdu. Sadə fikirlər. Hə. Yox, sadə fikir yox. Diqqət edin, yanlış yanaşmayın. Sadə fikir yox. Uşağı nəyə məcbur eləyir verdiyi sual? Bənsi biliyə. Xatırlamağa da. Uşaq nə Bəli. etməlidir? O Bəli. biliyi ya bilir, ya bilmir. Bilirsə cavablayacaq, bilmirsə cavablamayacaq. Yaddaşından gətirməlidir. Bayaq dediyi cümləni necə qurdum? Dedim ki, verdiyiniz tapşırıq uşağı nəyə məcbur eləyirsə, cavab odur. Bəli. Bu cür yəni. Məsəl üçün, əfsanə yazır. Birinci Qarabağ müharibəsi nə zaman baş verib? Mən bu sualı oxudum. Cavab vermək istəyirəm. Bu məni nəyə məcbur edir? Yadıma salmağa. Ki, nə vaxt idi o? Erkən orta əsrlərdə ən böyük liman şəhəri hansı idi keçən dəfə? Bu da Hə, yadıma salmalıyam. bəli. Cavab nədir orada? Dərbənddir? Bəli, Dərbənddir. Hə, Azərbaycanın Dərbənddir. Hə. Bakı 15-ci 16-cı əsrdə olub əsrdən da. sonra deməli. Bəli, Hə. 15-ci əsr. Mədəniyyət dərsində yaz bir o cümləni. 15-ci əsrin ikinci yarısı. İkinci yarısı. Görürsüz, tarixçə də oxumuram, amma
Yadımda qalıb. Yaxşı deyirsən. Aynen, nətər oxumursunuz? Qurtarı Kəsilmərəm tədris imtahanı. etmirsiniz. Nə olsun, kurikulumda müəllimiyəm, amma oxumuram ki. Oxumaqla öyrətmək fərqli şeydir. Oxumaq özündə üstünə gətirirsən. Öyrətmək əlində olanı paylaşmaqdır. Bunlar tamam fərqli aspektlər. Biri üstünə gətirir, biri əlində olanı bölüşürsən. Oxuyanda daha dərinə gedirsən, yox. Araşdırmalar göstərir ki, daha bununla bağlı nəzəriyyə də var, Edgar Dale piramidası. Əvvəllər var idi çərçivə sənədində, keçirdik onu. Sonra ehtiyac olmadı. Edgar Dale piramidası deyir ki, ən dərinə getdiyin məqam öyrədəndədir. İnsan öyrədəndə daha dərin öyrənir. Nəinki özü oturub neysə oxuyanda. Öyrətmə prosesində o əvvəldən baş verən məsələdir də. Sən artıq bəlli bir nöqtədəsənsə, öyrətmək deyir, ən dərinə getməkdir. Yəni, özün tək oturub oxuyanda heç diqqət eləmədiyin məqamı dərs prosesində uşağa izah eləyəndə bəzi məsələlər olur ki, özünə belə o izahda çatır. Ona görə məşhur riyaziyyatçı Richard Feynman özünün bir texnikasını yaradıb, öyrənmə texnikası, Feynman texnikası deyirlər. Onun vasitəsilə Feynman bir çox sahələrdə yüksək nailiyyətlər əldə edib, riyaziyyat da həmçinin. Feynman deyir ki, bir şeyi öyrənəndə onu oxuduğun kitabdan, məlumatdır, məqalədir, nə oldu, onu sanki kiməsə öyrədirmiş kimi danışmağa başla. Və danışanda görərsən ki, səhvlər eləyirsən. Öyrənmədiyin məqamlar üzə çıxacaq. İzah eləyə. Sonra deyir, həmin o səhvlər elədiyin anda dön geriyə, bax o mənbəyə. Hardan kitabdan oxursansa ora bax, dəftərdən oxursan ora bax, videodan izləyirdinsə qayıt həmin məqama bax. Ta ki, başdan başlayıb axıra qədər səhvsiz izah eləyə biləcəyin ana qədər bu halı təkrarla. Çox ehtiyac yoxdur. Birinci dəfə səhv edirsən, baxırsan, ikinci dəfə bir-iki yer qalır, ora baxırsan, üçüncü dəfə artıq bunu təkrar izah eləmək istəyəndə rahat izah eləyirsən. Bu metodla deyə öyrən. Yəni, öyrədərək öyrənmə ən yaxşı öyrənmədir. Özün oxuyub, özü sual-cavab eləməyin, sınaq işləyəndə diqqət eləmədiyin məqamı belə və yaxud da sadələşdirmək. Deyir, simple is the best. Ən asan forma ən yaxşıdır. Bəzi şeyi biz kitabda kimi oxuyuruq, deyirik, çox tarda bu mənlikdir artıq. Amma uşağı onu başa düşməyəndə, biz onu izah eləməyə çalışanda, o şey bizdə dərinləşir. Einstein'in sözü var idi, deyir ki, əgər sən bir şeyi 8 yaşında, 9 yaşında uşağa izah eləyə bilmirsənsə, o şey nə qədər çətin olursun. 9 yaşında uşağı başa sala biləcək səviyyədə bilmirsənsə, izah eləyə bilmirsənsə, demək sən o şeydən məlumatlı deyilsən, bilmirsən. Sadəcə bildiyi zənn edirsən. Einstein özünə deyirlər ki, kvant fizikasını 9 yaşında uşağa izah edə bilərsən. Gedir bir məktəbə, 9 yaşlı uşaqları toplayır və onlara kvant fizikası izah edir. Özünün nisbilik nəzəriyyəsini izah edir və uşaqlar başa düşürlər. Deyir, bax, budur məsələ. Bunu izah eləmək istəyirdim ki, əgər 9 yaşında uşağa bildiyinizi izah edib, onu başa sala bilmirsinizsə, o şeyi hələ siz özünüzdə kamil səviyyədə bilmirsiniz. Einstein öz nəzəriyyəsini də, kvant fizikasını da 9 yaşında uşaqlara keçə bilirdi, tədris eləyə bilirdi, başa sala bilirdi. Yəni, o dərəcə bəsit, sadə nümunə ilə izah edilmiş. Fantastik bir şeydir. Gəlirik anlamaq. Yenə, hamı öz fənnindən anlamağa aid nümunə yazsın. Buradakı bacarıqlara baxa bilərsiniz, feillərə baxa bilərsiniz. Mən metodikadan elə öyrənirəm. Bəli, düzdür. Möhtəşəm. Mən də elə öyrənmişəm. İzah eləyəm. Təkmilləşə. Hər il biraz üstünə gətirirsən, müəllimlərə izah eləyək, təkmilləşə. Hər il sənə daha fərqli sual verirlər. Bu şəkildə öyrənirsən axırda. Hər şey, bütün sahəsinə, xırdalığına hakim olursan. Anlamağa aid, hamı öz fənninə aid sual yazsın çata. Anlamaq.
Yəni uşaq sizin o verəcəyiniz tapşırıq daha doğrusu. Olar, olar, olar. Olar. Hə, Aytən müəllimə, bax indi oldu tapşırıq. Səfəvi dövlətinin Moğol dövləti ilə müqayisə et. Baxın, bu artıq tipik tapşırıq nümunəsidir. Yəni bunu uşaq icra eləməlidir. Başqa? Nahidə müəllimə, o tapşırıq olmadı. Verilən əsərin məzmununu ümumiləşdirdi. Bu məlumatdır. İnformasiyadır. Bax, mən situasiya yazan müəllimlərə bunu başa sala bilmirəm ki, başa salıram ya, əslində egosundan qəbul eləmək istəmir. Sonra görürəm düzəlişlər eləyib növbəti sınaqlarında. Sizin yazdığınız kimi cümlə yazır. Sizdə bunun qarşığa düşməsi normal haldır. Amma bu işlə məşğul olan adam situasiya sual düzəldir də, taksonomiyaya aid. Sizi kimi yazıb belə ki, verilən əsərin məzmununu ümumiləşdirdi. Müəllim sinifdə şagirdə verdiyi əsərin məzmununu şagird ümumiləşdirdi. Aşağıda yazıb ki, verilmiş tapşırıq da hansı mərhələsidir? Axı verdiyin cümlə tapşırıq deyil. Necə sən aşağıda tapşırıq soruşa bilərsən? Sabit cərəyandan dəyişən cərəyanı müqayisə et. Bax, bu tapşırıqdır. Memarlıq abidələrinin içərisində 15-ci əsrdə olanları müəyyənləşdirin. Bu tapşırıqdır. Verilən əsərin məzmununu ümumiləşdirdi. Bu informativ məlumatdır. Bu tapşırıq deyil. Bu cür deyək ki, situasiyanı yazır təlimçi, altına yazır ki, tapşırıqda taksonomiyanın növünü müəyyənləşdirin. Skrin eləyib atmışam ki, mənim bir soruşma qayb olmasın. Burada tapşırıq hardadır? Deyir, o da situasiyanın içində keçib də. Dedim, o tapşırıq yoxsa vəziyyətin təsviridir. Hə, müəllim, nə bilim, belə filan. Sonra deyir, yuxulu olmuşam, baxmamışam. Bir gün hamısını skrin edib paylaşacağam, beynim çönəndə o yazılan cavabları. Yoxsa hələ çönməyib. Azərbaycanda erkən orta təhsil abidələri qruplaşdırın. Bəli, bu tapşırıqdır. Başqa? Nərgiz müəllimə, birini də yazın. Müqayisə etə yuxarıda çoxlu nümunə var idi deyə. Fərqli bir nümunə yazın. Başqa ağlınıza nə gəlir? Ancaq orada görün nə qədər söz var. Ümumiləşdir, nümunə gətir, nəticə çıxar, görün nə qədər feil var. Şəhərlərini təsvir edin. Şəhərlərindəki həyat tərzini təsvir edin. Olar. Newtonun ikinci qanunu izah et. Olar. Düsturun soruşsaz, xatırlamaqdır. Qanunun izahını soruşsaz, anlamaqdır. Günlara müəllimənin sualı məncə problemlidir. Baxın, memarlıq abidələri içərisində 15-ci əsrə aid olanları müəyyənləşdirin. Olar. Franklin Rooseveltlə Theodore Rooseveltin. Franklin Delano Roosevelt, Theodore Roosevelt. 15-ci əsrə aid olanları müəyyənləşdirin. Deyirsiniz ki, olmaz. Bu xatırlamaq niyə olmasın ki, misal üçün? 15-ci əsrə aid olanları əzbər bilməli deyiləm. Bir də orada seçir axı, seçib götürür. Başqa necə götürəcəkdir ki? Əlinə götürə bilmir axı.
Siz yəni 15-ci əsrdə olanları əzbər bilməli deyiləm. Yəni bilməsəm oradan necə götürə bilərəm? Müəllim, onu da digərləri də elədi də. Məsələn, Azərbaycanda erkin orta təhsillər abidələrini qruplaşdırın. Erkin orta təhsil abidələrini əzbər bilməliyəm ki, qruplaşdırım da. Orada mənə sıra ilə verilsə də eyni şey olur da. Sıraya hamısı verilib. Mən başlayım onları qruplaşdırmağa. Burada da memarlıq abidələri verilib də. İçərisindən 15-ci əsrə olanları seçirik. Yəni Eyni onu şey əzbər deyil. bilməli deyiləm. Əzbər bilməliyik. Nə oldu bəs? Müəllim, elə qalsa hamısını əzbər bilməliyik də, yəni. Səfəvi Necə? dövlətinin elə qalsa hamısını əzbər bilməliyik. Səfəvi dövlətini Monqol dövləti ilə müqayisə edin. Səfəvi dövlətini də əzbər bilməliyik. Yəni necə olub hakimiyyət həmin dövrdə, Monqol dövründə də. Daha sonra müqayisə etməliyik. Eyni şeyə gəlib Niyə çıxmaz. belədir ki bu? Niyə belədir bu? Çünki taksonomiyada bütün mərhələlərdən keçib dayanırsan. O demək deyil ki, biz anlayırıqsa Bax bunu xatırlatmanı deyin də, işə bunu salmırıq. deyin. Bunu deyin. Biz də sizə xeyir duamızı verək, gedin yazınız. Bəli, Bəli, bu bəli. bir həqiqətdir. Biz anlamaq mərhələsinə aid tapşırıq yazanda cibimizdə nə var? Xatırlamaq var. Anlamağa aiddir tapşırıq. İçində xatırlamağın elementinin olmağı normal haldır. Biz piramidanın təpəsinə çıxanda birinci mərtəbədə ayağımızı qoyduğumuz daşı cibimizə qoyub yuxarı qaldırmırıq. O yerindədir. Biz indi xatırlamağın üstə çıxıb anlamağa çatmışıqsa, o demədir xatırlamaq altdan yoxa çıxdı. O ayağımızın altındadır. O cibimizdədir. Ona görə anlamağa aid tapşırıqların içində xatırlamaq elementlərini görmək normal haldır, çaşdırmasın sizi. Bunu çaşdırmaq üçün sual verirəm. Hər bir mərhələ özündən əvvəlki mərhələni özündə daşıyır. Normal haldır. Xatırlamaqdan, anlamaqdan əvvəl bir dənə mərhələ var. Xatırlamaq, onun içində ən bəlirgin şəkildə büruzə verən mərhələdir anlamaq. Ona görədir. Niyə özünüzün nümunənizə şübhə duyursunuz? Çox tez belə manipulyasiya olursunuz, provokasiyaya gedirsiniz. Çaşdırmaq asandır ki. İmtahana başlayanda bir nəfər girib otağa nəzarətçinin yanında desə ki, bütün sualların cavabı A-dır, kef eləyin. Çıxıb getsə, inanın ki, bildiniz, bilmədiniz, bildiyiniz suallarda belə gedib A yazacaqsınız. Belə görürəm mən. Əmin sizə cavabı. Çaldıran döyüşü 1514-dür. A-da baxarsınız ki, 1414 var, deyərsiniz, deyib də orada kişinin oğlu, mən niyə 15 yazam? Tərəddüd eləməyin. Çünki bu həqiqəti bizə birinci dərsdə öyrənmişdik axı ki, taksonomiyanın hər bir mərhələsi özündən əvvəlki mərhələni özünlə birlə gətirir. Mən çox manipulyativ adamam. İnsanı çox yaxşı manipulyasiya edə bilirəm. Çox yox, bir 2 dəqiqə də dirəşsəydim, hamısını qəbul edəcəydiniz ki, doğrudan yazdılarımız səhvdir hamısı. Tətbiq. Gəlin indi fənnimizə aid tətbiq nümunələri deyək. Həyəcana salmıram. Psixoloji cəhətdən sizin sabitliyiniz qaydasında deyil deyə sizin manipulyasiya eləmək daha sənin mənim imtahanına az qalıb deyə o bir dəqiqə bütün manipulyasiyalara açıqdır. Desəm ki, bütün sualları boş qoyun, təsdiqi vurun, hamısı 60 gələcək. 200 gün dalbatan desəm inanacaq. Niyə iyunda əfsanə ölməz? Sizin imtahan mayda deyildi. Naxçıvan deyirsiniz də. Hə, aydın. Tətbiq. Bütün mərhələlərdə tarix müəllimləri rahat nümunə yaza bilirlər. Tətbiqə çatanda tarix müəllimləri zülm çəkir, digər fənlər rahat nümunə yazırlar.
Deyin gəlsin. Tətbiq nümunəsi. Tətbiq, icra, həyati situasiya, iş icra eləmək, öyrəndiyini müəyyən bir tətbiq eləmək. Görək. Yunan allahlarını səhnələşdirmək. Yunan allahlarını səhnələşdirmək. Super, super, əla, mən bəyəndim. Mən biraz mifologiya xəstəsi olan adamam, bu mənim zəif yerimdir. Yunan mifologiyasını xüsusilə. Yunan və Romanı yaxşı bilirəm, Yunanistanı daha yaxşı bilirəm. Yunan mifologiyasını, personajları, mahiyyətini. Keçirilmiş döyüşləri sxemləşdir. Cədvəl hesabı. Bu sxemləşdirmə sözü deyəsən burada var, yoxsa özünüz götürürüz. Eskiz, cədvəl. On altıncı əsr xəritəsini seçmək. Nərgiz əmə, istilik balans tənliyini tətbiq edərək nəyi tətbiq etməli olduğunu uşağa bildirirsinizsə, bu anlamaqdır. Uşaq sizin dediyiniz bu istilik balans tənliyini anlayıbsa, burada ona aid olan suyun son temperaturunu müəyyənləşdirəcək. Bunu verməyin. İstilik balans, çünki siz ona nəyi istifadə etməli olduğunu deyirsinizsə, bu tətbiq olmur artıq. Bu sadəcə anlamaq olacaq. Siz ona nədən istifadə etməli olduğunu deməyin. Suyun son temperaturunu müəyyənləşdirmək üçün istilik balans tənliyindən istifadə etməli olduğunu özü düşünəndə bu tətbiq olur. Siz verəndə tətbiq olmur, olur anlamaq. Bir mərhələ geri düşür. Başqa kimin fikirləri var? Tətbiqdə cədvəl tərtib etmək, nəyisə sınaqdan keçirmək. Fizikada məncə sınaqdan keçirmək daha çox olar. Olmaz, Nərgiz müəllimə. Orta əsr coğrafiyasında əldə etdiyi məlumatlara əsasən cədvəl tərtib edilir. Həmçinin olimpiyadanın final suallarından biri bu formada olur. Nəyinsə cədvəlini istəyir. Deyir 19-cu əsrdə belə bir sual var. Təsərrüfat sahələrinə aid cədvəl tərtib edin. Meyarlar yazmalısan özün. Nə qədər çox yazsan, o qədər çox bal verirdi. Təsərrüfatın sahələri, Azərbaycanda hansı quberniyalarda, hansı əyalətlərdə inkişaf eləyib. Bu da eyni şeydir. Sonra böyük coğrafi kəşflər dövrünə aid cədvəl tərtib eləyin, belə suallar var. Bunlar tətbiq ediblər.
Açıq sual formatında verir olimpiyadanın finalında uşağa. Uşaq ora nə qədər çox meyar yazsa, o qədər çox doğru. Yəni bir də cümlə yazsa ki, hə, nə bilim, Əl-Bəlazuri filan şeyi yazıb, əsərində filan var. İbn Havqəl filan şeyi yazıb, bu qəbul eləmirlər. Məsəl üçün yazmalıdır ki, coğrafiyaşünas, aid olduğu ölkə, əsərinin adı, hamısını belə qrafikini düzəltməlidir. Sonra yazdığı məlumat, Azərbaycanda olduğu şəhər. Yəni, bunu nə qədər çox şeyə bölsən, kolonlara bölsən, bu qədər çox meyar verir. Bu axırıncı şeydəki sual deyil, bu canlıdakı. Canlı yox, bu axırıncı webinar oldu. Sıxayım. Hələ vaxt eləməmişəm baxmağa, amma sualı atmışdılar mənə. Sonra icra, yerinə yetirmək, həyata keçirmək, istifadə etmək, şəkillərlə ifadə, həll, eskiz. Baxın, məsəl üçün, həll etmək var burada. Bildiniz də, bu ta ki, dərsi keçəndən sonra ona aid məsələ misal ver, yoxsa Nərgiz müəllimə aiddir. Mövzunu keçib müəllim ona aid məsələ misal verib ki, uşağa həll elə, bu tətbiq deyil. Bu anlamaqdır. Aydın olur Nərgiz müəllimə, xüsusən sizin fənn üçündür. Bizim fəndə həll falan belə şeylər Bizdə olmur. necə olar ki, misal üçün biz dərsi keçdik, hansı tapşırığı verə bilərik ki, uşaq o anlamaq mərhələsində olsun tarixdə? Elə dərsə aid verdiyiniz bütün testlər anlamaq olur. Suallar anlamaq. Hər dərs proqrafın altındakılar anlamaqdır. Evdən özünüz 10 sual düzəltmirsiniz ki, mən bu mövzunu keçəcəm, 10 sual verim anlamaqdır. Mən tətbiqə yerləşdirmişəm sınaqlar. Video altında sınaq. Və yaxud da sınağın adı üstündədir də. Məsəl üçün nə yazılmışdı? Öyrənmə tərzləri. Siz o proqrama, o sınağın içinə girəndə artıq beyniniz hər şeyi bloklayır. Aydındır. Ancaq beyin bir dənə şey tutur ortada ki, mən burada variantlarda ancaq öyrənmə tərzləri tapmalıyam. Orada taksonomiya axtarırsınız bəyin? Yox. Budur, yəni adını bildiyiniz, sizə verilib ki, bu filan şeydən də ala bunu yaz, bu anlamaqdır. Amma beyin özü qərar verəndə ki, mən burada nə etməliyəm, hansı biliyi istifadə etməliyəm, budur tətbiq. Ümumi sınaqlar, dediyim kimi də, ümumi sınaqlar bu tətbiqdir. Çünki hər sualda beyin qərar verməlidir ki, bu sualda, məhz bu sualı həll eləmək üçün, bu tapşırığı yazmaq üçün bazadan hansı bilik gətirməliyəm. Mövzu sınağında elə deyil axı. Mövzu sınağında məsələn bullying. Açanda bilirsən ki, buradakı 10 sualın hamısı bullyingdir. Beyin ancaq fokusdadır bir dənə yerə. Qərar zad vermir, heç nə yoxdur. Bullying. Ancaq bullying, 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 bullying. Şefli İskəndərin obrazını nümayiş etdirin. Hə, ədəbiyyat kəraməti göstərəcəklər də. Belə. Bu mərhələlər yəqin ki, beynimizə oturdu, nümunə yaradanda. Laboratoriyada. Onu sınaqdan keçirmək eləmək olar da, öyrəndiyiniz hansısa düstur və yaxud da təcrübəni və yaxud da hansısa bir qanuna uyğunluğu laborator şəraitdə sınaqdan keçirirsiniz. Bu tətbiq olur. Ümumiyyətlə, fizikada bu laboratoriya işləri sırf tətbiqə əsaslanır. Fizika tətbiqi fənn olduğu üçün laboratoriyada uşaqlara o tətbiq mərhələsinə müəllimə şərait yaradır ki, uşaqları o tətbiq mərhələsinə çatdırsın. Onun üçün münbit şərait qurulub orada laboratoriyada. Siz orada öyrəndiyiniz həqiqətləri, qəbul etdiyiniz prinsipləri, hansısa qanunu misal üçün dərsdə uşağa öyrədirsiniz, filan qanun belə işləyir. Bu hər zaman belə olur. Keçib laboratoriyada nümunə üzərində sınaqdan keçirirsiniz. Görürsünüz ki, hə,
Həqiqətən də kitabda yazıldığı kimi olur həmişə. Sınavdan keçsə bu tətbiqdir. Tətbiq edib görürsüz ki, hə, nəzəriyyədə yazılan praktikada da eyni şeydir. Keçək yuxarı təfəkkürə. Təhlil etmək. Şagirdin bacarığı nədir burada? Vacib və vacib olmayan hissələri bir-birindən fərqləndirə bilir. Diqqət edin, bu şeydəki fərqləndirmək deyil bu. Venn diaqramının içindəki sadə fərqləndirmək ki, ağ qoyunlu, qara qoyunlu. Hə, nə bilim, Teymurilərin paytaxtını tutmaq. Deyirəm ki, bu fərqli cəhətdir. Atdım ora getdi. Bu belə deyil. Yazdım bunu qara qoyunluya, Teymurun paytaxtını tutmaq. Vacib olan olmayan hissədə bir qərar var. Fikir verin. Amma o birisində qərar yox idi. Teymurlərin paytaxtını tutmağa üçün bunun üçün siz qərar vermirsiniz ki, bunun qara qoyunluya aid olduğu fakt biliyidir. Ona görə o anlamaqdır. Yəni siz demirsiniz ki, qara qoyunlu Teymurun paytaxtını tutmaq Cahanşah yaxşı oğlandır da qoy ona aid olsun. Bunu siz belə eləmirsiniz ki, bu tarixdə baş verən hadisədir. Onu xatırlayıb aparıb yazırsınız qara qoyunun altına. Amma burada qərar var. Fikir verin. Vacib və vacib olmayan hissələri fərqləndirmək. Yəni hansı tərəfin vacib olduğunu, hansı tərəfin vacib olmadığını siz müəyyən eləyib buna görə ayırırsınız. Görürsünüz, daha dərin fəaliyyətdir bu. O bayaqki kimi dediyim kimi deyil də. Orada sən bunu Cahanşah eləyib deyə sən onu həmişə qara qoyunluya yazmalısan. Bu zövq məsələsi deyil. Bu fikir məsələsi deyil. Bunu sən istəsən də aparıb bax qoyunluya, uzun əsənədə yaza bilmərsən. Bu hadisənin bir faktoloji yeri var. Onu da sən xatırlayıb yazsan. Amma bir dənə məqalə verirəm. Deyirəm ki, misal üçün Sevinc müəllimə, yoxsa Aytən müəllimə, vacib olan və vacib olmayan hissələri bu məqalədə fərqləndir. Və yaxud da bir worddur da mətn. Deyirəm ki, vacib olan hissələri qara şriftlə qoy. Digərlərini sadə şriftlə yaz. Buna sən qərar verirsən. Hansılar vacibdir, hansılar vacib deyil. Mən sənə demədim ki, filan şey vacib, filan şey vacib deyil. Özün oturub oxuyub, bu məqamı oxuyub ki, hə, bu vacibdir. Anar İsayev. Görürsünüz, şriftlər standart deyil də. Bold şriftlər var, italik şriftlər var, sadə düz şrift var. Oturur, kitabdakı cümlələri yazır ora. Sonra bir-bir qərar verir ki, imtahana bu cümlədən bu il lazımdır. İli qara şrift deyilir. Yəni vacib olan olmayanı oradan qərar verib fərqləndirir onların içindən. Baxın, bu təhlildir. Buna sizcə anlamaqdakı şey deyə bilmərsiniz ki, hə, oradakı Venn diaqramındakı fərqləndirməyə, fərqli xüsusiyyət yazmaq o sadədir. Burada amma vacib olmamaq məsələsi sənin verdiyin təhlildən sonra sən özün o məsələni götür-qoy eləyirsən beynində. Mən bunu vacib hesab edirəm ya yox. 20 dənə cümlədir, deyirəm vacib olanları olmayanlara ayır. Gülnarə müəllimə verirəm, fərqli cümlələri götürür. Mən fərqli götürürəm. Əfsanə müəllimə verirəm, o da fərqliləri götürür. Yəni 20 dənənin içində hərəmiz 3 vacib olmayan seçirik. Elə cümlələr seçə bilərik ki, üst-üstə düşməsin. Hamımızınki fərqli altılıq komplektasiya olsun. Budur məsələ. Yoxsa təhlil daha yuxarı üstündə də yuxarı təfəkkürdür. Bu mənada, bu kontekstdən çıxış eləyəndə fərqləndirmək olur təhlilin də sözü. Amma Venn diaqramında müqayisə et, oxşar cəhətləri fərqləndir. Burada artıq sən bunu anlamaq götürəcəksən. Ona görə bu feili fərqləndirib etiketlənmirik də. Kontekstinə baxmalıyıq ki, bu fərqləndir sözünün qabağında nəyi fərqləndirirəm, necə fərqləndirirəm, verilən tapşırıq şagirdi nəyə məcbur edir? Sadə fərqləndirmədir, elə belə Venn-dədir, yoxsa vacib olmayan hissə müəyyənləşdirib onu fərqləndirirəmsə, burada daha mürəkkəb bacarığa məcbur edir uşağı.
Məlumatları ayırd edir, müqayisə edir. Venndəki müqayisə ilə bu müqayisənin arasında yerlə göy qədər fərq var. Oradakı müqayisədən qabaq bir dənə mərhələ var idi, xatırlamaq. Ağ qoyunu, qara qoyunu müqayisə elə. Bu müqayisə havadan gəlmir ki, əzbər bildiklərini yazıb ora müqayisə eləməlidir. Bu sadə məsələdir. Çünki bir dənə xatırlam. Amma təhlildəki müqayisə məlumatları ayırd elə. Yəni bunlar bir-biri ilə iç-içə girmiş məsələlər olur. Müqayisə edirsən. Mürəkkəb müqayisədir bu. Əsər oxuyursan, əsərin içərisində iki fərqli süjet xətti var. Filmlərdə ki, keçidlərlə olur. Bir qəhrəmanın başına filan yerdə filan iş gəlir, o biri qəhrəmanın başına filan başqa iş gəlir. Kəskin keçidlərdən fərqlənir. Yəni proses bir zəmində cərəyan eləyir. Amma personajların həyat istiqamətləri və s. fərqlidir. Hansısa nöqtədə gəlib kəsişəcəklər. Seriallarda falan da belə olur da. İki baş qəhrəman var. Bunlar görüşənə qədər fərqli yollardan keçirlər, sonunda gəlirlər. Burada sizə onların konkret xüsusiyyətləri və s. deyir. Sən orada gərək hər birinə aid məlumatları özün ümumi kontekstdən ayırıb götürəsən, sonra bunları həyat istiqaməti, replikaları, nə bilim, müəyyən situasiyalarda verdiyi qərarlar və s. baxımdan müqayisə edəsən. Yəni faktoloji biliyi müqayisə eləmək bu anlamaqdır. Amma məlumatları bütöv kontekstdən çıxarmaq, ayırd eləmək, əsərdən iki dənə personaj götürüb onların verdiyi situasiyadakı qərarlarla bağlı müqayisə işi aparmaq, bunlar artıq təhlilə gedir. Fikrimi izah edə bilirəm, hörmətli müəllimlər. Müəllifin mövqeyini müəyyənləşdirmək heç də bunu qələbədən bilirik ki, bu təhlildir. Hissələr arasındakı əlaqəni qurur və əsaslandırır. Burada səbəb-nəticə əlaqəsi də deyə bilərik buna. Amma bəsiti deyil. Bəsit olanı yenə anlamaqdadır. Sənə cədvəl verilib, bəsit formada. Səbəb, nəticə. Burada səbəb-nəticədə bu əlaqəni sən qurmursan, dərd orasıdır. Cədvəllər var da, abituriyentin də qabağına çıxır, bizim öz suallarımızda da olur. Səbəb verilib, nəticə istəyir səndən. Nəticə verilib, səbəb istəyir səndən. Sən düşünürsən ki, bunu mən qurdum. Belə deyil, sən qurmursan, o hazırdır. Variantı, fikri, hər şey hazırdır. Sən sadəcə aşağıdakı cümləni aparıb ora tutuşturmalısan. Ki, bu səbəbin nəticəsi nə idi kitabda? Anlamaqda axı, içində nə var? Bir dənə mərhələ var cibimdə. Nədir? Xatırlamaqdır. Ən primitiv, bəsitdir. Yazıb ki, Səfəvilər Mərv döyüşündə qalib gəlməsi. Nəticə sual. Necə müəyyən edirsən bunu? Bu səbəb nəticəni sən müəyyən eləmiş olmadın axı. Zəmin qoydular sənə. Sən ora yazmalısan ki, Səfəvilər dövləti imperiyaya çevrildi. Və yaxud da ki, Amudərya çayına qədər çatdı ərazisi. Düzdürmü? Mən bunu necə tapdım, o nəticə odur? Yadıma saldım, kitabdan oxumuşam. Demək, bu nədir? Anlamaq. Burada mən təhlil etmədim. Diqqət edin. Bayaqdan nə izah edirəm? Bu bəsit formasıdır. Anlamaqdır. Bunu çatdırmağa çalışıram. Amma mürəkkəb formada mənim müəyyən etdiyim məsələlər, yenə qərar mexanizmi gəlir ki, bu səbəbin nəticəsi budur, bu nəticənin səbəbi budur və yaxud da bütöv bir məqalə, əsər, məzmun oxuyuram, deyirəm ki, əsərin əvvəlində
Bu adamın başına, personajın başına belə bir çətin situasiya gəlir. Səfirlərdə zətdə çox olur da belə. Əsərin sonunda hansısa bir şey baş verir. E, Orada artıq sən oturub təhlil etməsən də bu situasiya niyə bu qərar verdi? Dönüb qayıdırsan birinci cildə ki, burada bunu aldatmışdılar küçədə. Bu orada insanlara inanmamaq dərsini götürmüşdü. Ona görə də gəlib sonda, yəni 5-ci cilddə başında bu situasiya gələndə o inanmamağı seçir. Hugo buna görə dahidir də. Şuurlu şəkildə oxuyanda, oxuyucu bunları bir-bir təhlil eləyəndə bunu anlayır. Yoxsa hamı səfirləri oxuyur, amma hamı eyni şeyi başa düşürmü? Yox, təbii ki. Həyatı dərslərdən ibarətdir də. Birinci, ikinci cildlərdə başına işlər gəlir. O həyatda öz üçün dərslər çıxarır. Növbəti cildlərdə artıq o həyatı situasiyalarda o çıxartdığı dərslərə əsasən addımlar atır. Hissələr arasındakı əlaqəni qururam və əsaslandırmağa başlayıram. Səbəb-nəticə əlaqəsini özüm qurdum. Bu mənə hazır verilmədi, əzbər olmadı. Mən bunu idraki fəaliyyətlə, şuurlu oxumaqla tutdum məsələni. Bax, bu olur təhlil. Do you understand me? Başa düşdünüz, hörmətli müəllimlər? Başa düşməyən varsa təzədən izah edeyim. Aydın olur hamıya. Bu sonuncu izahdır. Bundan o tərəfəsi imtahan çıxışında olur daim. Aytən müəllimə yazıb no. Başa düşmədiniz Aytən müəllimə? Yoxsa qaranlıq rəqam nə qaldı? Deyin, aydınlaşdırmağa çalışaq. Nə çatmadı sizə? Mən burada bax, anlamağı, xatırlamağı bilirəm. Tətbiqi seçə bilirəm. Bəzən mən bu təhlili o siz deyən kimi anlamaqla qarışdırıram. Ha. Hə. Niyə elə olur, misal üçün? Bilmirəm, testlərin Fərq hamısında nədir, misal üçün? Sizin üçün fərq, arada fərq qoya bilmirsiniz də. yox, qoya bilmirəm. Bax, ən çətin yaradıcı seçmək mümkündür. Yenə dəyərləndirmə, tapmaq, biraz dəyərləndirmədə çaşqınlıq var. Bax, bir dənə də bu təhlil etməkdə. Birinci bu qərardır. Anlamaqda görürsüz qərar yoxdur. Sizə bir dənə Aydındır. nümunə deyin də, misal üçün bu təhlilə aid bir dənə nümunə deyin. Tələsməyin. Qərar mexanizmi yoxdur. Ancaq təhlildə var qərar. Dərin səbəb-nəticə analizi də yoxdur. Düzdür? Fərqləndirmə, ayırd etmə, qarşı müəllifin mövqeyini müəyyən tutuşturmaq. Sizə elə bir nümunə deyim ki, özüm dərsin axırına bir dənə nümunə saxlamışam. O olmazsa ilk ağlıma o gəlir. Təhlilə aid sizə bir nümunə deyim. Məcbur eləyək də düşünməyə. Təhlil nümunəsi. Reformasiyadan deyək bilər ki, Martin Luther'in verdiyi qərarı dövrün xüsusiyyətinə uyğun şəkildə əsaslandırın. Kilsənin əleyhinə çıxırdı da Martin Luther. Bəli. Dəbdəbəli mərasimləri filan və deyirdi ki, ümumiyyətlə sizin bu indulgensiya məsələsi müqəddəs kitabda öz əksini tapmayıb. İlahiyyat üzrə professor idi də. Bəli. Deyir, mən bundan dərs keçirəm, bu kitabı mən bilirəm. Bu kitab, bu da siz. Worms qurultayında deyir də. Deyir ki, harda yazılıb? Aç görsət. Göstərə bilmirlər. Bu, o dövrdə hər kəs boyun əyirdi. Amma Luther qərara gəldi ki, mübarizə aparsın. Niyə? Bax, bunu cavablandırmaq təhlildir.
Uşaq dövrün xüsusiyyəti. Çünki onu konkret orada bir neçə xüsusiyyətlər verib. Bunu uşaq əsaslandırmalıdır. Sosial-iqtisadi, mədəni və sair cəhətdən və maariflənmə. Deyir, Almaniya Reformasiya Hərəkatının başlanğıc nöqtəsi senin kəşfi olur da. Gutenbergin Kitab çapı. kitab çapı. 1400. Hə. Bəli. Çünki əsər Alman dilinə tərcümə olunur. Bəli. Müqəddəs kitablar. Onlarda başa düşməyə başlayırlar. Yəni bir növ məsələsində Kefli İskəndərdə deyilir, gəlir başlayır mədrəsədə fransızca şeir deməyə. Deyir, ağlayın da, deyir cəmaata. Deyir, sən nə deyirsən, axı biz başa düşmürük, biz nətər ağlayaq buna? Deyir, bayaqdan molla da deyir, ərəbcə danışır, deyir, onu başa düşürsünüz ki, ağlayırsınız. Həmin məsələdir də. Deyir, onu bayaqdan başa düşürsünüz, ağlayırsınız, oturub burada sinə vurursunuz, amin deyirsiniz. Mən də deyir, fransızca deyirəm. Bəli. Məsələn, biz deyə bilərik ki, Səfəvilər dövlətinin 16-cı əsrdə Avropa dövlətlərinin əlaqə yaratmasının səbəblərini əsaslandırın. O dəyərləndirmək olur. Öz. Ahmet Çağında mən Yox, Məsələn- olmur. O təhlildir. təhlildir 100%. Hə, Bəli, onda olmur. hə, Olmur. Dəyərləndirmə öz fikrində. Orada amma müəllimə bütün konteksti verib baxın. Orada öz fikrini deyə bilməz uşaq. Təkərlimdir o sualı. Səfəvilər dövlətinin 16-cı əsr Avropa dövlətləri ilə münasibətini dəyərləndirin. Qardı getdi. Faktiki var. O kontekstdən danışmalıyam, değil mi? Mən gedib Bəli. Qanadan danışa bilərəm orada, nə bilim, Amerikadan danışa bilərəm orada. Yox, konteksti verib mənə. Çərçivəmi qoyub, Səfəvilər, bəli, hardan baxmalıyam? Avropa dövlətləri. Əlaqələr bəllidir, onun üzərindən danışmalıyam. Orada cümlə deyə bilərəm ki, Avropa ölkələri ilə yaxın əlaqələri var idi. Əsaslandırmaq üçün sübut gətirməliyəm. Ki, Əli bəyi göndərmişdi İtaliyaya, misal üçün. Bəli. Əsaslandırıram da dərhal. Əsaslandırmaq nədir? Fikrini təsdiqləməlisən də, sübut gətirsən. Amma aydan, çaydan gətirə bilmirəm də, mənə dar çərçivə vermisiniz. Məntiqi təfəkkürlə. Dediyimə uyğun fikirlər gətirməliyəm. Dediyimlə əlaqəli fikirlər gətirməliyəm. Məntiqi təfəkkürün xüsusiyyəti nə idi? Əlaqəlilik, əlaqə qurmaq. Əfsanə müəllimə, siz də eləməyin də bunu, bədii əsaslandır. Deyir, burada təhlilin də altına yazmışam da əsaslandırır. Əsaslandırmaq dar çərçivədən, görürsünüz məhdud. Yığdı da əl-ayağımı. Əl-ayağımı yığıb əsaslandırıramsa, tardı getdi. Müəllim, onda misal üçün biz deyirdik, siz deyirsiniz ki, o tarixdən çalışıram ki, çıxardaq. Misal üçün deyirdik ki, İbrahim uşağa tapşırıq verirdi ki, sən İbrahimin yerində olsaydın, sən də mi o fikri söyləyərdin ki, mən 8-9-cu qul elə mən özümə? Bu dəyərləndirmə olur burada, yoxsa necə? Bu dəyərləndirmədir. Bəli, uşağın cavabını bilmir, yaxı nə deyir. Bilmir nə deyəcək, uşaq nə deyəcək. Bu geniş kontekstdə buraxır uşağın muduna. Bəli. Çox sağ olun. Uşaq orada 50 min fikir deyə bilər ki, mən İbrahimin yerində olsaydım, mən Toxtamışla ittifaq bağlayıb Teymurla döyüşərdim. Hər şey deyə bilər. Bu dəyərləndirməkdir. Amma bu birisi dar çərçivədə bu olduğu üçün orada uşaq hər şey deyə bilər. Deyər ki, vapşıb taxtacı qoyub qaçardım. Toxtamış Teymur qoy gəlib dalaşsınlar. Kim udar, axırda ondan... Üzr istəyirəm. Misal üçün, həmin dövrə tutaq ki, hər hansı bir dövrə münasibət bildirmək, o da dəyərləndirməkdir. Bir dövrə münasibət bildirmək, öz münasibəti bildirirsənsə, bəli. Müəllifin mövqeyindən, misal üçün, kiminsə mövqeyindən deyək də, tarixdə kim var belə münasibət bildirən? Deyə bilərik ki, Misal üçün də 17-ci əsrə, 16-cı əsrə kardinal Rişelyenin mövqeyindən münasibət bildir. Bu təhlil olacaq.
sən kardinal şeyliyə kimi baxmağa çalışırsan da məsələyə. Amma sərbəst formada deyirsən ki, filan şeyə münasibət bildir, o dəyərləndirməyə keçir artıq. Bax, məsələ budur. Dəyərləndirmək insanın öz fikirlərini irəli sürməsidir. Mövqeyini, verdiyi qərarı əsaslandırmasıdır. Ki, bu niyə belə oldu? Məsəl üçün, görürsünüz, tarixçilərin əsərlərinin əksəriyyəti dəyərləndirmək formasında gedir. Yəni, baş verən tarixi hadisəyə öz mövqeyini bildirir. Məsəl üçün, mən bu mənada Toynbini oxuyuram, Arnold Toynbinin əsərlərini oxuyuram. Bütün tarixi zamanları, kitabın adı şeydir, Sivilizasiyalar mühakimə olunur. Bəzi tərcümələrində mədəniyyətlər mühakimə olunur gedir. Bütün dövlətlərin, mədəniyyətlərinə aid fikri var adamın. Hər şeyə fikir bildirir. Yazmır ora bizdəki kimi. Bizdəki əzbər tarixçiliyidir. Fikir bildirmək deyil. Məktəb kitablarımız əzbər tarixçiliyidir. Bu faktoloji bilikdir. Aydındır, hər şey yazılıb. Ancaq əzbər. Səfəvilər filan yerə hücum edir, filan şeyi tutdu. Filan şeyi tutdu, filan şeyi tutdu, filan şeyi tutdu. Bu əzbər, faktoloji tarixçiliyidir. Toynbinin yazdığı fəlsəfi tarixçilikdir. Hər şeyə fikir bildirir adam. Filosofdur. Reformasiya hərəkəti. Yazmır, Luther getdi, Wormsa, oradan çıxdı, getdi. Tezislər astı, belə elədi, elə elədi. Məlumat vermir. Adam fikir bildirir, mühakimə eləyir. Dövrlə bağlı müqayisə aparır, əsaslandırır ki, reformasiya hərəkatı Almaniyada niyə Lutherin yaşadığı bölgədə başladı. Buna fikrin bildirir ki, bu hərəkatın insanlıq tarixində rolu nədir? Bu hərəkat Avropanın sonrakı taleyi üçün hansı rol oynadı? 30 illik müharibəyə zəmin yaradan bir məsələlərdən biri bu idi. 30 illik müharibənin tarixdəki rolunu dəyərləndirir. Yəni, hər şeyə fikir bildirir. Yazmır o ki, filan kəs arasındadır, filan kəs uddu, filan kəs uduzdu, nəticəsi bu oldu. Bu faktoloji tarixçilikdir. Dəyərləndirmək, amma dövrü mühakimə eləməkdir. Onu oxumamışam. Nərmanovun yazdığı Nadir Şah oxumamışam. Sırf tarixçi prizmasından yazmayıbsa, böyük ehtimal o da dəyərləndirmədir. Öz fikrini yazıbsa Nadir haqqında. Əgər elədirsə, oxumamışam əsəri. Belə məlumatlıyam. Fakt olaraq tanış gəlirim mən. Deyəsən, AXC dövründə Milli Teatrda iş tamaşaya qoyulan tamaşa odur, hə? Nərman Nərmanovun Nadir Şahı. Belə bir fakt xatırlayıram. Sonda Nadiri qocaldıb öldürür, o təxəyyül məhsuludur. Qocaldıb öldürürsə. Mənim tarix mənlərindən yadınıza gələn var belə bir fakt. Mənim nəsə beynimdə ilişib qalıb. Deyəsən, AXC dövründə Milli Teatr yarananda ilk tamaşaya qoyulan o idi deyəsən. 1916 ola bilməz əfsanə ölmə. AXC-də ölü yeri 18 olmalıdır. Bizdə Neft və Milyonlar səltənətindədir. 1916-cı ildə ilk səsli filmimizdir. Yox, film yox, tamaşa deyirəm. Teatrda ilk tamaşaya qoyulması AXC dövründə mən bilən odur. Dövrəyə 2 lampa qoşulur. Lampalardan biri yanır, biri yanmır. Bunun səbəbini soruşuram. Bu təhlil sayılır. Bunun səbəbi nədir ki? Məsələn, mən bunun səbəbini bilmirəm deyə. Qapalı dövrə, açıq dövrə belə bir söhbət var idi. Təxmini yadıma gəlir fizikadan. Bunun səbəbinə bağlıdır. Uşaq bu səbəbi necə müəyyən edir? Açıq olanda yanmırdı lampa. Onda bu anlamaqdır. Bu çünki bəsitdir.
Sadə məsələdir, anlamaq olur. Sadəcə uşaq açarın açıq olmasını, bağlı olmasını deyirsə, bu istərsən o dövrənin xüsusiyyətidir də deməli. Bunu sadəcə xatırlayıb yadına salır. Çünki anlamaqdan əvvəl bir mərhələ var, onu öz içində gəzdirir. Amma təhlildə daha mürəkkəbdir. Fizikada məncə təhlilə aid çoxlu nümunə demək olar. Fizika buna zəmin verir təhlillə bağlı. Təhlilə aid nümunə yazın görək. Bir-bir gedək. Sevinç müəllim, Aytən müəllim bayaq dediyi təhlil idi. Təhlil mərhələsinə aid tapşırıq yazın. Yox, o tətbiq olunur ki, mən yazıram, siz deyirsiniz. Bu sizin beyninizin məhsulu olmur. Mən onsuz da o yazdıqlarımdan bilirsiniz nə qədər yazacağam. Yuxarı təfəkkür səviyyəsindən keçə bilmədi. Təhlilə aid nümunə yazın görək. Mürəkkəb bacarıq düşünün də. Qoyun qaytarım ekrana. Mürəkkəb bacarıq düşünün. Nə var ki? Düzdür. Düzdür. Əhsən Aytən müəllim. Əla. Ən çətin mərhələni tərsdir də sizdə. Ən asan mərhələləri qarışdırırsınız, ən çətin mərhələni oturtdurdunuz. Kitabın qırağında suallar olur. Fikir vermisiniz? AXC dərsində qırağda deyəm, indi mətnin içində də tapşırıq, sual. Görürsünüz, bu tipli suallar verirlər. Niyə? Çünki o suallar uşağı yuxarı təfəkkür səviyyəsinə keçirmək üçün. Amma biz müəllimlər nə edirik? Biz o sualları çox eləmirik, baxmırıq. Özümüz faktoloji suallar veririk uşağa, ilişib qalır uşaq xatırlamaqda. Mən dərsdə işlədirəm o sualları. Dərsin içindəki sual və tapşırıqların hamısını dərsdə işlədirəm. Cədvəldirsə çəkib doldururuq, nə bilim, münasibət bildirməyi də eləyirik. Esse yazmaqda bir səhifəlik yazırıq. Təqdimat varsa, təqdimatı düzəltməyə çalışırıq. Dar zaman aralığında amma. Bir çoxu öyrədici olur o tapşırıqların. Amma daha da zənginləşməlidir. Bizim dərsliklər dünyadakı tarix dərslikləri nümunələrinə baxanda çox kasaddır. Tapşırıq baxımından. 500 səhifə mətn var, bir dənə tapşırıq var. Biz bəzən düşünürük, nə qədər sual tapşırıq qoyublar bura, çox azdır. Avropa ölkələrinin dərsliklərinə çox baxırıq. Məsələn, Avropa ölkələrinin dərsliklərində mətn çıxırdı belə balaca. 3-5 cümlə. 25 dənə tapşırıq var axırında. 30 dənə tapşırıq var, təsəvvür edirsiniz. Yəni, uşaq o tapşırığın hamısını yazıb, cavablayıb tutarsa, içində araşdırma var, tədqiqat var, hər şey. İnanın ki, o 30 tapşırığı uşaq oturub işləsə 30-unu da, o 3-5 cümlənin yanına kitab yaza bilər. O dərəcə bütün səviyyələrə uyğun 5-6 tapşırıq var.
Hə, bu sualda oldu Rahman müəllim. Birinci Qarabağ müharibəsinin məğlubiyyət səbəblərini müəyyən eləyin. Bu anlamaq oldu. Asan səviyyədir bu. Çünki burada sadəcə xatırlamaq lazımdır da. Yada salıb müəyyən edirik gedir. Gözləyin bir dəqiqə. Bircə saniyə. Ağlıma bir fikir gəldi. Problemlər bizi düzəldəcək axırı beynimizi. Düzdür, Aytən müəllimə, o yazdığınız da düzdür. Amma orada elə bir konteksti dəyişdirdiniz də. Tapşırıq yerindədir, sözlərini dəyişdirdiniz. Yaxşı Taymin kitabına sual yaza bilərsiniz. Eyni ideyadan 250 dənə sual. Axırını saxlayırsınız, ancaq içini dəyişdirirsiniz. Daim elə eləyirəm. Deməli, nə açacaqdım? Misal üçün, 9 Azərbaycan tarixi dərslik. İnşallah düz seçdim dərsliyi. 9-un içində suallar var da. Ekran görsənmir, hə? Özüm baxıram bayaqdan. Deməli belə. Hə. Hörmətli müəllimlər, ekran görsənir? Görsənir. Nərgiz müəllimə deyəcək ki, fizikaya baxmırsınız, tarixə baxırsınız. Baxın. Suallara, tapşırıqlara görə baxıram. Xəritə əsasında cədvəli tamamlayın. Hörmətli müəllimlər, taksonomiyanın hansı mərhələsidir? Alın sizə bir də tapşırıq. Nə qədər istəyirsiniz. Bütün kitabı açın, qoyun qarşınıza. Bir-bir hamısının mərhələlərini tapın. Ürəyiniz istəyən qədər sual. Bütün sinif kitabları, dərslikləri, hamısı sualdır. Xəritə əsasında cədvəli tamamlayın. Hansı mərhələdir? Anlama. Niyə anlamaq? Tətbiqdir, bəli. Anlamaq çox aşağı çəkdiniz. Xəritə əsasında cədvəli tamamlayın. Tətbiqdir. Çünki biz xəritəni oxumalıyıq. Xəritədəki bu məlumatları dərk eləməliyik. Sonra gətirib onu cədvəl situasiyasında həyata keçirməliyik. Bəli, bu tətbiqdir. Xəritə əsasında cədvəli tamamlayın. Bu tətbiq tapşırığıdır. Yəni, bizə sadə bir dənə cədvəl verib. Amma bu cədvəli yazmaq üçün konkret bir... anlamaq eləyək də bu tapşırığı. Əyalət, dairə, distansiyalar. Belə verib. Buradan da hamısının adlarını verir. Qarışıq şəkildə. Mən onun içindən seçib gətirib bura yazmalıyam. Belə olardı anlamaq. Amma burada xəritədir. Xəritədə gərək özüm bir-bir bunları baxam, fərqləndirəm, ayıram. Deyək ki, əyalətlər yazılıb. Qarabağ əyaləti. Bunu tapmağa nə var? Əla, gözəl. Dairə. Yelizavetpol Calbarkəni verib. Əla. İndi distansiyaları tap görün. Mütləq gərək bəlli bir biliklərindən istifadə edəsən ki, hə, bu məntəqə olanlar Qazax, Şəmşədil, Borçalı və həm də distansiyalardır. Sonra, məsəl əhalinin komendant dairə üsulundan narazı qalmasını faktlarla sübut eləyin. Mərhələ, tapşırığın mərhələsi. Cavablar. Nə düşünürsünüz?
Yazmadan çəkinməyin, səhv edirsiniz də nə olacaq? Öyrənirik də birbaşa kitabçanın. Vay vay vay, Günlar müəllim, xatırlamaq nə idi? Xatırlamaq, təhlil var, sonra nə var? Təhlil, xatırlamaq, təhlil, anlamaq. Düzgün cavab yoxdur. Düzgün cavab yoxdur, təəssüf ki. Düzgün cavab yoxdur. Əhalinin komendant idarə üsulundan narazı qalmasını faktlarla sübut eləyin. Ekrana paylaşmışam da, yoxsa ancaq yenə özüm görürəm. Ha, yox. Hə, Dəyərləndirmək olar müəllim. təbii ki, faktlarla sübut eləmək var ya burada. Siz deyəndən sonra cümləni vurmayın. Başa düşür ki. Bəli, bu faktlarla sübut var. Bir mövqe götürür də burada, bir mövqe qoyur ortaya. Faktlarla əsaslandı. Yəni sadəcə izah eləmir. İzah eləmək başqa şeydir. İzah kitabdan da götürüb izah eləyə bilərsən. Sübutlar gətirir. Sübutlar. Sübut eləyir ki, dediklərimdə niyə haqlıyam? Narazılığın səbəbləri nə idi? Niyə, ümumiyyətlə, narazılıq olduğu qənaətinə necə gəldim? Bu dəyərləndirməkdir. Bəli. Öz mövqeyini bunun qayda slayda dəyərləndirməkdir bu hər zaman. Qiymətləndirmək, yoxlamaq, əsaslandırmaq, mühakimə, dəyərləndirmək. Baxın, cümləyə baxın. Mövqeyi və ya qərarı əsaslandıraraq qiymətləndirir. Yəni, əsaslandırmaq, sübut gətirmək, arqument gətirmək. Bu dəyərləndirməkdir. Qayıdaq yenə kitaba. Alman koloniyalarının yaradılmasının mənfi və müsbət cəhətlərini. Yanındakına baxacaq onsuz. Müəllim, burada anlamaqdır da, əgər müqayisə edirsə, izah edirsə, Müqayisə yazırsa, harda gördünüz mənim? Alman koloniyalarının yaradılmasının mənfi və müsbət cəhətlərini izah edin. Müqayisə deyil ki bu. Onu təhlil etməkdir də mənim bu. Alman koloniyalarının yaradılmasının müsbət və mənfi cəhətləri. Sizcə nə olar, hörmətli müəllimlər? Rami müəllim təmiz belə deyir, o quşu gözündən vurdu. Dəyərləndirmə nədir Rami müəllim? 6 mərhələnin içində olmayacaq tək variantı yazdınız. Yəni ondan başqa hər biri cavab ola bilər burada, bir dənə olmur. Dəyərləndirmə öz fikridir, bir onu çıxın. Oradan aşağıdayıq. Alman koloniyalarının yaradılmasının müsbət mənfi cəhətləri. Ayırır da müsbət mənfi cəhətlərə, strukturlaşdırır, fərqləndirir. Üstünlük seçmək yoxdur, amma fikir verin. Müsbətləri daha çoxdur, mənfiləri daha çoxdur, belə şey yoxdur. Bəli, bu anlamaqdır. Çünki səbəblər də burada verilib.
Düzdür, burada verilmiş də. Məqsəd Avropada ikinci yayılmasına nail olma, Bir Avropa dedim də anlamaq. Siz məni çaşdırdınız, təzədən təhlil yazdım. Birinci anlamaq dedim də müəllim. qərar vermək yoxdur, heç bir şey yoxdur da. Desəm ki, hə indi bu müsbət cəhətlərindən hansılar xoşunuza gəlir? E, Siz Ən niyə birinci çaşırsınız ki? Mən sizə heç nə demədim. Mən sizə nə səhvdir, nə düzdür deməmişəm. Demişəm bəlkə. onda öz fikrimin üstündə qalacağam müəllim. Day sizə baxmayacağam. Siz manipulyasiya etdimlə çox rahat gedirsiniz. Mən də rahat çaşdıra bilirəm. Yaxşı, bu bir tapşırıq. Ermənilər azad torpaqların köçürülməsi siyasətinin əsasını kim qoymuşdu? Mərhələ? 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 Bəli, möhtəşəm. Eşq olsun Ramin müəllim. Ramin müəllim dostumdur deyə belə deyirəm. Bilirəm ki, məndən heç vaxt incimir. Hörmətli müəllim, bir də elə bilərsiniz ki, burada Ramin müəllimi tədris bullyinginə məruz qoyuram. Bax, bu cür öyrənmə, məsələn, məktəbdə bunu eləyəndə buna olur tədris bullyingi deyirlər. Yəni məqsədim bullying eləmək deyil, amma fərqində olmadan başlayıram adamı sıxışdırmağa, ola gələn dəfə cavab yazmır, variant yazmır. Bullyinglə taksonomiya da əlaqələndirdik getdi. Tədris bullyingi elə olur. Burada amma müəllim dostumdur deyə problem yoxdur. Rusların köçürülməsində əsas məqsəd. Rusların köçürülməsində üzümdən oxuyan mədim. Rusların köçürülməsində əsas məqsəd nə idi? Cavab. Rusların köçürülməsində əsas məqsəd. Görürsünüz, çoxlu tapşırıq istəyirdiniz. Mən də sizə görün nə qədər taksonomiya sualı tapdım. İndi əminəm ki, dərs bitəndən sonra əfsanə müəllimi açıb kitabları qoyacaq qabağına bir-bir. Hər sualı qabağından yazacaq. Əmin olmadığında da çəkib atacaq mənə ki, müəllim, burada düz fikirləşmişəm görəsən. Düz tapdım mən əfsanə müəllimi. 100%. Ən gözəl test işləmə üsulunu göstərdində sizə, yəni açıb dərslikdə normal və mən özüm belə öyrənmişdim taksonomiyanı vaxt öyrənəndə. Bütün dərsliklərdə, adi məktəbdə belə. Uşaqların sual cavab bildən baxırdım sual və tapşırıqlara, uşağa sualı verirdim. Amma özüm bir anda düşünürdüm, bu taksonomiyanın hansı mərhələsidir, təfəkkürün hansı növü oldu. Dərhal özümdə götür qoy edirdim. Bilməyən kimi tez yığırdım Aynur xanım, bu barədə belə düşünürəm. Səhvdir, düzdür. Deyirdi ki, düzdür. Deyirdi ki, səhvdir. Və səhvdir, aləm dəydi bir-birinə, demə neyəsə düz bilmirəm. Rusların köçürülməsində əsas məqsəd. Cavab nə oldu, hörmətli müəllimlər? Hamı anlamaq yazdı və hamı səhv elədi. Rusların köçürülməsində əsas məqsəd. Bu sualın cavabı mətndə varsa, yuxarıda veriləndə, bu sadəcə xatırlamaqdır. Yəni, sizin elə kitabı əlinizdə belə tutub uşağa sual vermək üzrə eyni şey olur. Yox, uşaq bunu özü tapırsa, məlumatdır sadəcə oxuyub, bunu özü tapırsa anlamaqdır. Misal üçün də, belə ki, bu abzas bura qədər verilib. 1830 fərmanı ilə Rusiya Mərkəzi Bidətçi Təhlükəsizliyə mənsub bir qrupuz bölgəyə yerləşdirildi. Soruşan Rusların köçürülməsi məqsəd nədir? Uşaq bunu özü fikirləşib tapmalı, bundan bağlı nəticə çıxarmalıdırsa, bu anlamaq olur. Yox, bu da davamında yazıb da, ərzaqla təmin olursa, Çar hökümü özü olur, Rusiya Hənazdan köçürülməsi prosesi sonra da davam edəcəkdi. Burada yəqin ki, biraz da var. Rusların köçürülməsi ilə bağlı səbəb, vergilərdən azad eləmişdi və s. Nə bilim, burada köçürülmənin səbəbi yazmayıblar. Hə, bir xristiyan xalqlar, xristiyanlıq dini yayılmaqdan bu ferzona yaratmaq belə səbəblər var idi. Kitabdakını istəyirsənsə, konkret burada, bu xatırlamaqdır, yadına salmalı, faktoloji bilik.
Uşaq özü vəziyyət dəyişir. Lap deyək, anlamaq eləyək bunu. Rusların köçürülməsindəki əsas məqsədi izah et. Məqsəd nə idi? Belə xatırlamaq olur. Çünki oradan yadda salmalıdır. Məqsədi izah et. O demək ki, sən onu xatırla. Məqsəd nədir? Gətirdin beynivə. İndi onu izah et. Nə demək istəyir? Bu olacaq da artıq anlamaq mərhələsi. Nə idi? Sadəcə xatırlamaqdır. Aydındır hörmətli müəllim. Yəni keyfimizə görə adi bir sualı bir dənə içində sözü dəyişməklə fərqli. Fikir verin, məqsədi izah et deyəndə içində xatırlamağın elementi var. Çünki nə? Məqsədi yadıma salmalıyam da, ondan sonra izaha keçməliyəm. Yadıma salıram, xatırlamaq, anlamağın da içində olmalıdır deyə gördünüz, keçdi. Desəm məqsədi qiymətləndirin. Bu nədir bəs? Məqsədi qiymətləndirin. Bəli, dəyərləndirmək. Dəyərləndirmək. Gördünüz? Yerini aldı. Soruşuram, məqsəd nə idi? Əzbər fakt. Yadda saxlamalı, xatırlamalı. Məqsədi izah elə. Yəni, məqsədi yadıva sal. Üstünə izah elə. Bir mərhələ keçdim qabağa anlamaq. Məqsədi qiymətləndir. Dövr baxımından, nə bilim, nə baxımından, öz fikrin baxımından qiymətləndir. Oldu dəyərləndirmək. Nədir sualları bir növ düşüncə istəmir də. Nədir sualı insandan yaddaş tələb eləyir. Rusiyanın Şimal Azərbaycandakı iqtisadi siyasətinin əsas xüsusiyyətləri hansılardır? Bu nədir bəs sizcə? Hı-hı. Bəli. Cümləmiz nə idi? Tapşırıq, sual, şagirdi nəyə məcbur eləyir? Cavab vermək istəyirəm, şagirdəm. Rusiyanın Şimal Azərbaycan sosiyyətini neynəməliyəm? İqtisadi xüsusiyyətləri yadıma salmalıyam. Başqa mən bunu neynəyəm? Özümdən fikir bildirib tapa bilərəm bunu. Başqa nə edə bilərəm? Ancaq yada salmalıyam. Bəli, bu xatırlamaqdır. Şəhər həyatı. Misal, baxın, müqayisə edin. Aha, tapdım iyi. Vay. Müqayisə edin. Bu tapşırıq nədir sizcə? Ticarət tariflərinin şey gedir də burada. Anlamaq. Bəli, sadədir də.
Xüsusiyyətlər də burada var. 21-in xüsusiyyətləri, 31-in xüsusiyyətləri. Gəldim də burada 21-ə aid olan, 31-ə aid olan oxşar. Yəni bildiniz Venn diaqramının cədvəl formasıdır. Yumru eləsələr olacaqdır Venn diaqramı. Bu, misal üçün, bu tapşırıq. Rusiya imperiyasının yarımköçəri əhaliyə qarşı apardığı ayrı-seçkilik siyasətinin mahiyyətini izah eləyin. Nə düşünürsünüz? Yarımköçəri əhaliyə qarşı mahiyyətini izah edin. Cavab anlamaq olmalıydı. Mahiyyətin izahı anlamaqdır. İzah etmək. Təhlil olması üçün nə etməli idi burada? Ayrı-seçkilik siyasətinin bəli, təbii ki, Ram mənim. Bu dəfə Ram müəllim yaratdı. Hamı təhlil yaratdı. Burada təhlilli nə gördünüz? Nə var ki burada? Siyasətinin təsirini deyək ki, müsbət və mənfi tərəflərini müqayisə edin. Artıq burada hansı tərəfin mənfi, hansı tərəfin müsbət olduğunu siz həll eləməlisiniz. Çünki mahiyyəti də siz çıxarırsınız axı. Müsbət mənfini də siz qərar verməlisiniz də. Demək, bir yazdım qərar mexanizmi. Qərar mexanizmi yoxdur axı burada. Mahiyyəti sadəcə öz sakit formada izah edirsən, gedir. Bu anlamaqdır. Amma deyək ki, Rusiya imperiyasının ayrı-seçkilik siyasətinin mənfi və müsbət tərəflərini müqayisə edin. Bu artıq olurdu təhlil. Təhlil daha mürəkkəb olmalıydı. Bu sadədir. Asan. Mahiyyət bərabərdir, nə bilim, izah, bu da anlamaq deməkdir. Parçalasaydı, strukturu ayırsaydı, müsbət mənfiyə bölsəydi, hissələrə bölüb təhlil eləsəydi, bu təhlil olardı. Burada hissələrə bölməli heç nə yoxdur. 12 deyirəm. Beyin gedib bir. Buna da baxaq. Şimali Azərbaycanda ipəlçiliyin inkişaf etdirilməsi nə ilə əlaqədar idi? Hansı mərhələdir? Yes, of course. Xatırlamaq. Bəli, xatırlamıyor. Xatırlamıyorsa Nahidə müəllimə bəs neynir? Xatırlamıyor. Siz sıraları yazsaz ancaq xatırlamaqdan yazın tarixçilərə. Bəh. Mən yazası olsam ancaq anlamaq, təhlil arasındakı fərqləri yazacağam. Adını da qoyacağım bu 3 səviyyədə asan, orta, çətin səviyyəli sual. Yaxşılıqdır ki, əlimizdən gəlsin. Mən yazmamağım üçün mən gərək imtahana girim. Siz dua eləyin ki, mən imtahana girim. Valla da. Kaprizlə adamı. Rəhdarın ləğv edilməsinin əhəmiyyətini izah edin. Bu tapşırıq sizcə hansı mərhələdir? Bu son 2 tapşırığa da baxaq. Gəlib çatmışkən həm də dərs oxumuş olduq.
Rəhdarın ləğv edilməsinin əhəmiyyətini izah edin. Rəhdar vergisi. Mən bilsəm, bütün dərslərdə bu tapşırıqları bir baxardım, həm də özüm tarixi təkrarlamış olardım sizin vasitənizlə. Bayaqdan burada mətnləri oxuyuram. Anlamaq deyirlər yoldaşlar, anlamaq. Anlamaq. Onsuz da ixtisas oxuyursunuz da məndən fərqli olaraq. Mən ixtisas oxumağa vaxt edə bilmirəm. Siz ixtisas oxuyanda o sualları bir taksonomiyasına baxın da. Anlamaq yazıblar. Nahidə mənə bəlkə anlamıyor. Anlamıyor. Evet. Bəli, yes of course. Anlamaqdır. Abşeronda hansı gölləri tanıyırsınız? Bu nədir bəs? Hatırlamıyor. Bəli, bu da xatırlamaqdır. Bu da xatırlamaqdır. Aşağıda 2 dənə də qalıb deyəsən. Bunlara da baxaq. Neft istehsalına mane olan amillər hansıları idi? Aha. Görə indi buna nə deyəcəklər? Neft istehsalına mane olan amillər hansılar idi? Aha. Aha, fərqli cavablar gəldi. Cavab xatırlamaq. Mətnin içində var da burada amillər. Burada yazıb da əl əməyinə əsaslanırdı. Bu sahədə kəndlərin məcburi əməyindən istifadə olunurdu. İltizam verilmişdi, iltizam. Amansız istismar hesabına gəlir idi, inkişafa maneə törədirdi. Burada bunları yazırıq. Burada xatırlamaq lazım idi. Yada salmaq lazımdır. Üsyanların səbəbləri ilə bağlı cədvəli doldurun. Bu nədir bəs? Cədvəl sual bir işləmiş deyilə bilir. Bu cədvəl nədir sizcə? Ramin müəllim cədvəl sözün bir yaş görür, baxın slaydda. Yazdı tətbiq. Bəli, əksəriyyətin dediyi kimi bu sual sadəcə anlamaq mərhələsidir. Üsyanların səbəbləri bəllidir. Burada metrə yarım səbəbləri də var. Lap bu olmasa belə. Səbəbləri yadıma saldım. İndi həmin səbəbləri burada qruplaşdırmalıyam. Siyasiləri, iqtisadiləri və sosialları müvafiq xanadan yazmalıyam. Burada tətbiqli heç nə yoxdur. Burada sadəcə biz nə edirik? Xatırlayıram səbəbi. Lap belə üzündən baxanda ümumiyyətlə. Elə bilin ki, burada sıra ilə səbəbləri veriblər. Əsas səbəbləri. Buradan bura qədər olanları.
Götürüb aşağıda müvafiqxanaya daxil edirəm. Bu nədir? Anlamaqdır. Lap deyə bu hissəni görmürəm. Elə mənə belə cədvəl veriblər ki, 30-cu illərin üsyanlarını uyğun cədvəli doldur. Bu da eyni. Anlamaqdır. Hə, çünki situasiyada biz konkret etiketləməyə yer axtarırıq Nahidə müəllimə. Ona görə də mən də o vaxtı bu səhvi eləyirdim. Ta ki bunu beynimdən atana qədər ki, adında situasiya olan şey eyni qayda ilə həll oluna bilməz. Bu həqiqəti qəbul edəndən sonra da sualları yaxşı tapmağa başladım. Ona qədər mən də deyirdim ki, hə, izah eləyin, nə sualı var, nə bilim, əsaslandırmaq sözü var. Əfsanə müəllimə, bundan o tərəfə mənim eləyə biləcəyim kömək sizin yerinizə imtahanda oturub kompüterdə cavabları işləməyimdir. Bundan o tərəfə başqa yəni kömək gəlmir ağlıma hələ ki. İndi bəlkə də gələr, amma hal-hazırda gəlmir. Açığı deyirəm. Nümunə də dediyim, yolları göstərdiyim, təkcə özüm necə eləyirəm, hamısını dedim. Bundan o tərəfə, yəni girib imtahanda oturub situasiyanı yer üzə yazmalıyam. Başqa ağlıma nə gəlir? Bütün scaffolding strategiyaları eləmişəm. Yəni adında situasiya olan şeydə məndən açar söz gözləməyin ki, hə, bu sözü gördünüz, qaçın filan şey götürün. Gördüyünüz kimi əyani tapşırıq nümunələri üzərindən də gördük də ki, sözlər fərqli kontekstdə işlənə bilir. Olar, hə, hardasa. Məntiqi əlaqələndirmək. Ya da bilmirəm, bilirsiniz, bəlkə də mən bütün günü bu işlə məşğulam deyə mənə bu şey gəlir də, çox bəsit gəlir. Necə kimsə olsa bir tarix müəlliminə hardan gəldi sual versən rəqəmlə cavabını verir. Məsələn, Aytən müəllimə deyim ki, misal üçün də, nə bilim, Ağqoyunlu dövlətinin xronologiyasını ardıcıl yazın. Yəqin ki, 99% halda düzgün ardıcılıqla yazacaq da hamısını. Hadisələri demirəm, ancaq rəqəmləri yazın. Başdan başlayacaq, 1468-dən üzü qabağa düzəcək hamısını. Hadisəni yaddan salıb yazacaq da. Bu qeyri-adi gəlməyəcək də, heç kimə ki, tarixlə də yaz. İndi mən də yəqin metodika ilə məşğul oluram deyə, bilmirəm, öz yanaşmamı deyirəm ki, mənə biraz şey gəlir. Necə deyirlər, bəsit gəlir ki, 90 olmayıb, suala baxan kimi tapmağa nə var ki, mərhələsini müəyyənləşdirməyə. Onlara niyə sözləri az qoyurlar? Yəni, onlar fərqli məsələlər deyim. Elə şeylərə fikir verməyəm. Hər fənnin öz çətinliyi. Belə, hörmətli müəllimlər, gecəniz xeyrə qalsın, Tanrı yar və yardımcınız olsun. Növbəti dərsdə fərqli bir mövzunu təkrarlayacağıq, orada görüşərik. Həftə ərzində sınaqlarımız yenə davam edəcək. Həm sınaq qrupuna baxın, həm də elə normal dərsin sıralamasına da sınaqlar əlavə edəcəm. Oradan da işləyin. İndi nəzəriyyələri gəlirəm, 20-lik sınaqlar hazırlaya.
Dveki deyəsən yerləşdirmişdim. Gardneri də yerləşdirəcəm. Onu da hazırlamışam. Belə sırayla bunu da təkrarlayacağıq paralel şəkildə. Sağ olun.